ASKO'nun təlim-tədris mərkəzində növbəti video təlimimizlə sizi salamlayırıq. Diqqətimizi liderlik və komanda ilə birgə iş fəaliyyəti kursuna yönəldəcəyik. Kurs 2010-cu il Manila düzəlişlərində qəbul olunmuş və 2012-ci il 1 iyul tarixindən qüvvəyə minmişdir. Kurs, komanda heyətinin idarəetmə səviyyəsində gəmi əməliyyatlarının təhlükəsiz yerinə yetirilməsi və heyət daxili münasibətlərin düzgün qurulması yönündə bilik və bacarıqlarının formalaşdırılması üçün nəzərdə tutulmuşdur. Son zamanlar dənizdə baş verən qəzaların 85%-i insan faktoru ilə əlaqədar olduğunu nəzərə alaraq, insan faktoru dedikdə burada stres vəziyyətində olmaq, kifayət qədər təlimin və təcrübənin olmaması, yorğunluq və sair hallar nəzərdə tutulur. Bunları nəzərə alaraq 1.39 model kursu dənizçilərə 10 liderlik üslubu təqdim etmişdir. Bu liderlik üslubunun ən sərt tərzi avtokratik liderlik üslubudur. Bu tərz liderlər komanda heyətinin bilik və bacarığını aşağı qiymətləndirir, komanda işinin təşkilində, toplantılarda heyət üzvlərinin özünü göstərməsinə imkan yaratmır, şərait yaratmır. Bu hal komanda üzvləri arasında narazılıqla qarşılansa belə, fövqəladə vəziyyətdə və qəza şəraitlərində ən optimal üslub avtokratik liderlik üslubudur. Çünki sizin bu hallarda müzakirə üçün vaxt olmur. Siz qısa zamanda düzgün qərar qəbul etməlisiniz. Növbəti üslubumuz bürokratik liderlikdir. Bu tərz liderlər kitabla işləyirlər, qayda və prosedurlara dəqiqliklə əməl edirlər. Qapalı məkanlara daxil olduqda, texnika ilə işlədikdə, təhlükəli zərərli yüklərin daşınması və ya istənilən yük əməliyyatlarında, təhlükəli yüksəkliklərdə iş kimi yüksək riskli işlərdə yerinə düşür. Növbəti üslubumuz demokratik və ya iştirakçı liderlik. Bu tərz liderlər komanda üzvlərini heyətin bir üzvü kimi dəstək olur, onların inkişafında yaxından rol oynayırlar. Və gəmidə keçən operativ iclaslarda komanda üzvlərinin qərar qəbul edilməsi prosesinə şərait yaradırlar. Bu hal komanda üzvlərində ruh yüksəkliyi, özünə inam və hörmət kimi hissləri aşılayır ki, bu da iş prosesinə çox gözəl təsir göstərir. Gəmi əməliyyatlarında ən çox tələb olunan, ehtiyac duyulan tərz demək olar ki, demokratik və münasibət yönlü liderlikdir. Növbəti liderlik üslubumuz müdaxilə etməyən liderlik tərzidir. Bu, o liderlərə aiddir ki, komanda üzvləri müstəqil işləməsi üçün onlara müdaxilə etmir, yəni mane olmur. Bu hal rəhbərlik o halda yerinə düşür ki, komandada mütəxəssislər və öz vəzifələrini yüksək səviyyədə yerinə yetirmək qabiliyyətinə malik üzvlər çalışır. Növbəti tərzimiz tapşırıq yönlü liderlikdir. Bu, sırf insan yönlü liderliyin tam əksidir. Burada işin prosesi sırf tapşırığın yerinə götürülməsinə yönlənmişdir. Hansı ki, gündəlik görülən işlərdir. Vəzifələr əvvəlcədən planlaşdırılmış və bölünmüş olur. Heyət üzvü artıq kim hansı işi görəcək, əvvəlcədən xəbərdar olmuş olur. Və növbəti üslubumuz transakt liderlikdir. Bu, gəmidə ənənəvi haldır. Hansı ki, heyət üzvləri əvvəlcədən iş müqaviləsinə qol çəkirlər ki, bütün heyət üzvləri bir mənalı şəkildə kapitanın əmrlərinə tabe olmalıdır. Və əvvəlcədən təyin olunmuş iş standartları vardır ki, onlara cavab vermədikləri təqdirdə kapitanın onları cəzalandırmaq hüququ vardır. Ən axırıncı tərzimiz, hansı ki, bu rəsmi qəbul olunmamışdır, amma 1.39 model kursunun onluğuna bu tərz liderlik daxil olduğuna görə bu haqda da məlumat vermək istəyərdim. Xidmətçi liderlik. Bu tərz liderlər bilik və bacarığı ilə o vəzifəyə layiq deyirlər. Sadəcə hər hansı bir yollarla gəlib o vəzifəyə qədər ucalmışdılar. Və bu halda nə baş verir? Heyət üzvlərindən daha güclü xarakteri olan bir heyət üzvü bu tərz lideri ələ alır və heyəti idarə edir. Bu tərz idarə etmədə heyət arasında mütləq narazılıqlar olur. Yəni, belə bir hal baş verərsə, bu tərz liderlərə çox yaxşı baş köməkçi vermək məsləhətdir. Və Beynəlxalq Dəniz Təşkilatının bizə verdiyi məsləhət, ən son məsləhət budur ki, yaxşı lider düşdüyü vəziyyətdən asılı olmayaraq, gəmini və heyəti təhlükəsiz mənzil başına çatdıran liderdir. Sonda onu da qeyd edim ki, liderlik və komanda ilə birgə iş fəaliyyəti kursu ASKO'nun təlim-tədris mərkəzində tədris olunur və bu kurs gəmi heyətinin komanda üzvləri üçün nəzərdə tutulmuşdur. Kursun müddəti 20 saat təşkil edir.